Herkese salam. Mən bu günlərim sizə hər kəsin sevimlisi olan paytaxt salatı hazırlayacağam. Kiçik hazırlanmasına. Birinci mən kartofu belə lay-lay doğradım. Ondan sonra xırda-xırda doğrayıram. Baxın gördüyünüz şəkildə. Xırda-xırda doğrayın, çalışın. Bu şəkildə. Və artıq kartofumuz hazırdır. Keçin indi xiyarlara. Xiyarları da mən 2-dən istifadə etdim və ortadan böldüm. Bir dənə də bölürəm lay şəklində. Yenə kub şəklində doğrayıram. Xırda-xırda. Və artıq xiyarlarımız da hazırdır. Keçin yumurta. Yumurtanı mən stəkanda doğramaya üstünü tutdum. Siz də bu üsuldan istifadə edə bilərsiniz. Və artıq yumurtamız da hazırdır. Keçin indi ətə. Əti də mən didərək doğradım. Ətimiz də hazırdır. Keçin indi kökə. Kökü mən yenə xırda-xırda doğrayıram. Kökü mən bişirmişəm. Ondan sonra doğrayıram. Və kökümüz də artıq hazırdır. Aha, indi sulu xiyara keçək. Sulu xiyarı yenə eyni ölçüdə doğrayacağam. Nə kiçik, nə də böyük. Xırda-xırda doğramaya çalışın. Xiyarımız da artıq hazırdır. Keçin göyərti. Göyərtini də mən yenə xırda doğradım. Mən belə bir qaba kartofu əlavə edirəm. Və üzərinə də kök əlavə edirəm. Və üzərinə də yumurtanı əlavə edirəm. Və diddiyim əti əlavə edirəm. Təzə və duzlu xiyarı qatışdırıb qabın üzərinə əlavə edirəm. Və yaxşı yuyub suyunu təmizlədiyim yaşıl noxudu əlavə edirəm. Və üstünə də göyərtini əlavə edirəm. Və üzərinə mayonez əlavə edirəm. Və zövqə görə də xama əlavə edə bilərsiniz. Salatın üzərinə bir çay qaşığı duz əlavə edirəm və zövqə görə də qara suyu töküb qarışdıra bilərsiniz. Və artıq hazırdır paytaxt salatımız. Sağ olun, gələn videolarda görüşənədək.